Daha uşaqlıqdan hiss eləyirdim ki, mən fərqliyəm. Hətta ən yaxın dostumla aramdakı bağ belə bütün dostluqlardan fərqlidir. O da fərqli ruh. Biz tərk edilmiş yerləri sevir və çatdıq. Əslində insanların bunu necə qarşıladığını bilmirəm, ancaq bizim üçün çox maraqlı bir təcrübə idi. Düzü, insanların nə düşündüyü heç vecimizə də deyil. Bu tip yerlərin fərqi isə hər yerə bənzəmirlər. Biz onun hər küncünü kəşf eləməyə çalışdıq. Əvvəlcə yarımçıq qalmış bu binanın 4-cü mərtəbəsinə qədər qalxdıq. Şəhərin mənzərəsi əla idi. Ancaq qəribimizə gələn bir şey isə orada su quyularının həddindən çox olması idi. Bu biraz təhlükəli görünürdü. Belə yerlərin bir xüsusiyyəti də özündə bir vahimə cəmləməsidir. Sanki qulağımıza qəribə səslər gəlirdi. Bu mərtəbədə isə mənzərə bizi susturdu. Quyuda nə olduğu maraqlı idi. Vav! Biz geri qayıdırıq. Çünki əsas hədəfimiz bu deyil. Aha, sözü gedən quyulardan biri də bu idi. Biz hədəfimizə çatdıq. İçəridə gördüklərimizi görmək istəyirsənsə biz yorumlarda partik yaz.